da. Damcı yenə. Hara gedirik kişilər? Türkiye, İstanbul. Nə iş görəsən orada? Ne bileyim. Allah bilir. Mən olar, mən də deyim, mən shopping edəcəm. Stili. Gəl sən də çıxar. İstəymiş abi. Bunu kim içmək istəyir? Qəşəng aşkım. Baxın, onlar baxın. Şokoladlı mesela. Mən malımı tanıyıram. Şokolad dadı verir də bala. İç, çıxar. Gərək bir dənə dadına bax. Özde biraz acı da. Acı deyil. Əgər öşən içər. Ay da. İçməyəsən. Bir tane cheeseburger'ın tadına bakalım. Nə? Cheeseburger. Onun dadına baxmaq istəyirsən? Ama üstünü açık. Bunu yeni verirəm. Bir de bu. Здравствуйте, здравствуйте. Oh, cheeseburger. Gələk də verəcək. Ben cheeseburger sevmem. Bereden sevmem. Ye. Poprovit elə. Gör bəyənirsən. Yox, bax bu çörək işte. Düşdük büyük. Ben istedim çay. Onu bu çarptı. Deyir, küçük. Nəyi? Şayem Türkiye'ye hani. Məncə çox da yemək. Yiyəsi deyil. Yalan oğul, de mən yeyim də yeməyimi. Xahiş edirəm. Doydu. Hələ, bax yeməsən. Atacan yeməyəsən, mən deyirəm. Atacanlı yiyeceğim. Mundar eləyib, yedim. Evet. Ufala anamın yanatalım. Yetik bəslənirsən döşün. Bəlkə yemək də eləmədi, sonra təzdən yığarsan. Kimi seçti. Uşaq şişdi, ver yesin, sonra yeyərsən də onu. Keyiflə də bir yeyir hələ. Pişiyətə baxan kim o da baxır bəyə. Mən onu tanıyıram, sonra yeməyim. Yeməsə indi orada. Çalış sürətə. Tez-tez, qabağa dur ye. Salam. Tamam. Ben onu benim. Oh my god. Godzilla. Aferin. Kameranı yox, verməyəcəm. Ya şundan mesela çantanı Yox, yox, çantanı vermək olmaz. Kamera verilməyəcək. Uşaqlarla İstanbula artıq 3-cü gəlişimizdir. Burada əsas məsələ nəqliyyatın düzgün seçilməsidir. Amma nəqliyyatdan yola ilkin pasport kontroldan keçməliyik. Pasport kontroldan keçmək üçün deməli burada hər işarələr, nişanlar var. Şey. Feride var bol kart değil. Bol kart varsa problem yok. Sevdiğim en güzel devlet tanrısı Azerbaycan'dan başka. Geyib gəzmək istədiyim Amerika. Amerika niye? Xoşum gəlir də oranın hər yerini gəzmək istəyirəm. Ora çox böyükdür.
Küçülebilir. Çıkılabilir misin? Küçülebilir. Krevetka. Karatka mı? Karatka. Gene burada da var. Yola boyu çatmaz canım. Ha, gözüm. Buradan istəsəz su da götürə bilərsiniz. Bu bir kino var, bir dənə qız lazımdır bura. Nəsə kino var, uşaq bizim vaxtımızda var. Deməli, pasport kontroldən sonra düz yol tutursunuz, gəlirsiniz Dütfriyə. Dütfridən burada ucu bagaj alımlıdır. Bagaj alımını qabaqları monitorlar var. Görürsünüz, məsələn 18B yazıb, 18A yazıb və s. Bunun altındakı monitorlardan bilet uçuşunuza uyğun olaraq tapırsınız. Tapır göstərir sizə. Sonra hər hansı bir problem olduqda burada işçilər də var. Köməkdarlıq edirlər. Yəni İstanbul bizim ailəli sevdiyimiz ziyarətlərdən biridir. Bura tez-tez gəlirik. Yəni açıq bu artıq 3-cü olsa da İstanbul deyim ki, və hətta əsas yerlərini belə tam gəzib tutarmışıq deyə bilmərik. Yəni yalan olar. Bəli. Aha, gömrüyə bağlı, daha doğrusu bəyan edilməli olan çıxışlar və yaxud da sərbəst çıxışlar. İndi biz sərbəst çıxışa girəcəyik. Welcome to İstanbul. Növbəti adımımız şəhərə nə ilə gedəcək qərarını verməkdir. Burada bir neçə istiqamət var. Təbii ki, Travel'dan bir və yaxud da internetdən taksi sifarişi və yaxud da transfer sifarişi verə bilərsiniz. Və yaxud da burada bir neçə deməli avtobus, hava İstanbul hava istəyirlər. Belə bir avtobus növü var. Bizim hava limanı ekspres kimi olan növü. Biri deməli Kağıthane deyilən stansiyaya metrodur. Birbaşa oradan elə gedirsən. Burada perisatka dediyimiz, yəni ötürücü xətlərlə istədiyiniz yerə üz edə bilirsiniz. Bir də taksi götürmək olar. Bu taksi götürmək də əslində istəsəniz, yəni burada birbaşa taksi dayanacaqlar da var. İndi mən açıq ilk dəfədir bir taksi xidmətindən istifadə eləmək istəyirəm. Bundan amma bu da niyə? Çünki ailəyə gələndə taksi ilə daha sərfəli olur. Həm komfort baxımından, həm də məsələn avtobus təqribi hardasa mən Taksimə və yaxud da Beşiktaşa getmək istəsəm, Taksim 200 lira səhv eləmirəmsə. Amma metro belə deyək, Beşiktaş meydanına 300 liradır. Bu da adam başı 300 lira, 1200 lira eləyir. Taksi də harasa ortalama bu bir taksi dediyimiz 1500-1600 lira verəcək. Amma ilk növbədə biz internetimizi təmin eləməliyik. Burada da məsləhətdir ki, birbaşa Turkcell nömrələrini alıb necə deyərlər, telefona bərpa eləyib interneti, yerli internetlə bərpa eləmək daha sərfəlidir. Çünki roaming olur ki, burada problem yaradır. Hər hansı bir obyektə girirsiniz, ancaq WhatsApp işləyir, internet məsələləri, təzə hansı kodlar və s. Ona görə sizə mane ola bilirlər. Ay mənim cücəl. Deməli 13-cü çıxış, biz taksini götürəcəyik. Əli gəl.
Deməli taksini içəri buraxmırlar. Orada ancaq ticari markalı maşınlar ancaq ola bilər. Deməli appdən sifariş verdiyimiz taksi ancaq deməli parking zonasına gələ bilər. O da bizi polis sağ olsun kömək elədi. Burada avtobusların görüşü dayandığı yerdə ekspres avtobusları. 16 nömrəli dedilər bu vaxtda gözləməliyik. İndi gəlsin, inşallah gedəcək. Qiymət olaraq da deyəcəm təyin öyle çıxdı. Bu hansı məsciddir? Burası yeni cami. O şeydə Eminönüdür bura. Aa, evet çatmış. Bizim otel oradaydı keçən il. O 5-ci otel. Kale. Yox, Xalid öldü də neydi? Kaleydi. Kayseri. Sirkecidə otelimiz Dream Bosfor. Belə də xudmani bir otaqdır. Gördüyünüz bir yerə yerləşəcək. İndi başlamışıq. Yavaş-yavaş buraları gəzinək. Əslində buraları yaxşı tanıyırıq. Elə mən nəqliyyat qovşağı olaraq Sirkecidə, Eminönüdə bu zonaları saxlayıram ki, həm qatar, həm gəmi, həm avtobus, həm tramvay. Burada bol, yəni mərkəz gedir. İndi çox keçörək yeyək. Hə, belə kiçik marketlərdən belə alış-veriş eləmək olur. Nə var? Böyle şişmiş şey. Desən möhkəm acımsan oğul. Hə, lap yaxşı. Cips. Get. Kartuşka yeriz. Kartuşkalı yumurta. Kaynanasla şey. Nə ilə? Kaynanasla. Qaynana. Aha. O kimdir? Qaynana. Yumurta. Bildin de. Gözlə. Qırağa çıx. Hələ belə yaxından keçdiyi olmamışdı. Hə, Türkiyənin nəyin ən çox sevirəm, xüsusən də İstanbulun. Bu köz üstündə kofelər yaxşı olur. İndi uşaqlar üçün çox maraqlı olan sahə, nə bilim, gəmidir filandır, gəzməkdir, təzə yerlərdir. Mənim də bizim. Sənə nə maraqlı gəlir? Burada Snoop Dogg var. Sizin adınız var. Nə vardı? Snoop Dogg. Snoop Dogg nədir? Orada şəkil Snoop Dogg var. Ha, deyil oradan. Snoop Dogg bura gəlir. Maraqlıdır. Məşhur İstanbul küçələri. Çox böyük probka var. Taksi sağ olsun Erhan kardeşimiz gətirdi, çıxartdı. Hardasa gəldi, çıxdı mənə. Mən də hələ valyutanı dəyişməmişdim deyə kartla ödədim. Vergilər daxil orada düşür. O vergi daxil də neçə manat lira verdi? 1600 lira. O da harasa bir 76 manat gəldi, çıxdı. Nə yemək istəyirsən ki? Sonra? Nuggets da olsun, bir de yumurta. burger, bir dəfə bir de pizza. yumurta, bir de yumurta. Gəl ay, sən Kartuşkalı nətərsən yumurta. ata? Keyfin nətərdir? Qaynana. Yaxşı. Yaxşı. Küsməmsən bizdən. Bir de qaynana. Qaynanaq, hə, qaynanaq eləyək. Kartuşkayla pidəşir. Qaynanaqla kartof. Hə. Ha, kartofun sən yumurta vuraq demək istəyirsən. Hə, yadıma gəlib bizim Məşhur. qaynana. Kestan. Bak gördü oldu.
belə bir şey neçə başa gəlir? Hə, gedirik atam, gedirik yeməyə. Gedirik otelimizi tapsaq. Hə. Bax, Tahir babacığımla gələndə burada oturmuşduq. Hə. Dünəcə burada oturmuşduq, var keçəni. Babacığımla gələndə. Közdə çox eləyirlər burada, çox tatlı eləyirlər. Burada çox hərəkətlidir, gördün ona, fikir verirsən. Çox hərəkətlidir buralar. Nə qədər adam var, gəlir, gidiyor. Toman Legacy. Bura hüquqşünaslar əsas burada çoxdur. Bu küçədə hüquqşünaslar çoxdur. Hüquqşünas, yəni insanların hüququnu qoruyan da. Kimsə, məsələn, polis tutubdu, deyir ki, mən günahsızam, onu qoruyurdu. Hüquqşünas, vəkil, advokat. Hamidiyyə küçəsi, Mimar Kəmaləddin küçəsi. Yəni, inşallah bir növbəti günlərdə buraları çox seviyoruz. Haycan? İyi, pisçi. Ne var şurada? Qağdalı. Öyle. Qağdalı alaram, sonra yiyəz. Gələn nəfərsən? Yaxşı. Qağdalı. Yeməkdən sonra, indi yox. İndi yemək yemək lazım. Vay, insandan hərəkət eləmək mümkün deyil. Qabaqda Eminönü meydanıdır. Orada şeydi. Burada bir dənə exchange var idi. Burada keçən il mən gələndə Azərbaycan manatı da dəyişirdi. Bir gün boru. Siz deyin. Bir de uşaqlar da şey... Hə, deyə Azərbaycan manatı da dəyişir. Hə? Ya mələ papaq taxan var. Deyil, var ya, boş. Yaşıl kimi. Əlbi qoy. O fason, bu biraz şoför da. Baba, bu 475 TL var, bax elə bir şey. Mən Tahir babanın papağını taxmışdım, çox gözəl yaraşmış. Yaşlaşanda yəqin mən də. Şişar babanın papağını istəyirəm. Şişar babanın papağı, indi demirəm ki, yaşlaşanda da. Şişar babanın papağını atamış, heç kim taxmır. O aerodrom deyirlər ona. Bu da bizim köhnədə illərdən bir otelimiz vardı, Mesut oteldi, qabaqdaydı o. Oradan aşağı düşürdük. Burada bir dənə kafe yerimiz vardı. Ha, burada da yox, deyil, qabaqda oturmuşduq biz. Deyirdiniz ya, resto. Ve burayı da oturdum. O resto kafesinde oturmuşdu. O vaxtda yaxşı yemək verirlər. Sadə, elə də çox baha deyil. İndi gedək ora, ha. Keçən burada yedik. Evet, Toska. Şenyat evləridir. Öyle. Merhaba, yer var kardeş. 4 kişilik. Başka bir yemeğinizi elədik. Da, kafenin menüsü budur. Qiymətlər hardasa bu kahvaltılıqlar bundan heç. Mərci hardasa normaldır, 150 liradır. Getdikcə artır. Məsələn, bu 300 mantar güveçkər hesabı bundan yiyək. Amma mənə də xəmir icazə vermirlər. Sen dostun gittiğin yerdeyim. Hardasa 500 lira, 600 lira, 700 lira civarında yeməklər. Elə bir 4 nəfərlik yemək hardasa elə bir 1000 lira zat düşəcək. Yəni ki, bu da hardasa 60-70 manat. Normal bizim o şəhərdəki kafelər kimidir.
İçi də ayran falan belə şeylər dedik. Hə, buradan da kartof, bir də pizza. Hə, pizza dedik. Əli hansı idi pizza? Uşaqlar. Həsən gördünüz ki, bu nədir? MX mixer pizza. Pizza. Salam uşaqlar. Kaşarlı pizza dedik. Salam uşaqlar. Gördüyünüz kimi mən Salam. Boğaz turuna gəldik. Uşaqlara görə pul götürmədilər. Amma toplamda 500 lira. Gözəl fosfor boğazlı tur olacaq. Əslində bir neçə dəfə getmişik. İstanbul'un olmazsa olmazlarından biridir. Yani mütləq qaydada gəldikdə Boğaz turuna mütləq getmək lazım. Burada İstanbul'un bu Boğaz körpülərindən keçilir. Sonra yol boyu sahildə olan, eləcə də dənizin içində olan Kız Kulesi və s. bu tipli abidələrin, sarayların haqqında qısa məlumatlar verilir. Her ülkesin pulu var. Bitti. Otur bakayım. Azərbaycan gəlir. Azərbaycan gəlir. Gel bak. Bugün İstanbul şəhərini gəzməyə başlayırıq. Niyyətimiz bu günləri İstiqlal meydanına getməkdir. Bu meydanda sonra necə baxacaq, nə edirik. Gərək, ora maşın yolda. Ora maşın yolda. Gəlib gedə xəbərin olmaz. İstanbul'un tikintiləri də ki qurtarmır. Mortal Kombat. Bakın aça bakın. Tank Bob. Sabah şekil. Ne? Sen. Görəsən papağın anı. Hanı papağın? Çıxanda başındaydı hanı? Eksik olur mu? Azerbaycan. O arada bahşiş vermişler galiba. Öyle telefon güzel görünsün diye koyuyorum.
Siz de seç hansı stolu. Hangi masayı istersin? Artık geçen şekiller çıktı. Doğum günü için istedim. Geçen şekiller çıksın. Resimler. Fərqi nədir? Doğum günü için. Böyle şeye yakın oturun. Yorucu bir yer. Hı? Yorucu bir yemek yer. Evet. Fərqi. Bir de sizde şey olur. Küçük pastalar. Yumuşar bir şeydi. Eğer ki Olsun pasta ya. alırsanız küçük bir tane getirseniz onunla da yaparız. Ya. Çünkü pasta yok. Ya mesela sufleyle yapıyoruz ya bir de helva oluyor ya. Ha, 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 ha. Değişik olur. İster Can? Elçi Fransa bayramı. Ora ola bilsin səfirlikdir zaten. Bakmak istiyorsunuz ona. Hər dövlətin şeyi var. Davay bak, görün ne kadar adam var. Elden tutun mütlak. Asla yok değil. Dondurma istiyorum. Dondurma istiyorum. Durmanı oturanda yeriz. Yiyeceği dondurma. At yedi. Ayak dondurma mı yiyorlar? Oturanda belki biraz yerler eridip yerler. Baxar, ben hələ. Hele indi vakti değil onun için. Yemək yeyeyim, boğazınız silsin ondan sonra baxar. Amma üstündən də mütləq su düşür. Bu da məşhur İstiqlal Espresso. Caddəsi. Bura İstanbul'un Targovası. Beşen burada mütek bir tane kofe içeceği Erdoğan'ı desteklemek için. İndi gəzirik hələ yox. Tez çıxıram. Əl eləyə bilərik. Gərək niyə əl eləmədin? Bu atam köhnə tramvaydır. Əvvəl Bakıda da var idi bunun oxşayan şeylər. Tramvaylar. Sonra Hacıbalı əmi Biz görəcəyik, hamısını çoxlu yığışdırdı. Hacıbalı olacaq. baba da adı. Qabaqda olacaq narahat olma. Bura əli harası oxşayır bu? Tanış gəlir Bakıda. Targov. Targovdur kopi. Uşaq Targovya çoxdan da geçir. Gedir 5000 Targov harada. Tarkova nədir? Targov biz gedirik gəzməyə. Soyuq əllər istəyirək olan yer var. Bax ora. Hafız Mustafa Hafizadə. Bu O ne cürətsiz değilsiniz orada. bizim ən çox Bakıda şirniyyat aldığımız Türk mağazasıdır. Azərbaycandan darıxmışsınız. Yox. Azərbaycandan hələ ki yox. Mən darıxmışam. Sən məncə başqa adamlardan darıxmısan. Yox, falan bezir yəni. Hə? Şər baba buranı yox, buranı görməyib. Şər baba amma görüb bilməm, döyüş meydanında. Harada əsgər qıldı. Rövşən. Amma deyəm, nə istəyirsən? Mən şakalı. Sən nəli? Gələ şokolad yeməyəcəksən, ağlı. Ağlı ye. Şakalı. Atmak ister misin? At olsun. Bak olsun. Aha bu olsun. Ye. Ne git? Hoş boy. Gel bakalım. Gel. Sokma sokma. Gel bakalım hoca. Sen çikolata istersin. Gel bakalım. Geray mı ismi? Geray fıstıklı istek Geray. Ay.
sana yapacağım. Geray gel. Geray baba. Geray. Ben ama direkt istemem. Ben sana istemiyorum. Aksiyonsuz. Normal. Niye? Aksiyon olsun gene de. Yok. Babana. Sağ ol. Gel. Bana yok. Ben istemiyorum. Sağ ol. Anama eşlik et. Sen Elker aydan. Ya da gel ben Gelir de uzun. Çok Hı? Nie, düşey aşağı. Türkiye günü yok her şey. Türkiye günü gündən bahalaşır. Gələ yatmadın, tez gəl. Ayağım vuruyor. Ha da hə, tutarıq ucu. Siz gitme. Buran ne? Benim adım. Annemin sınıfında. Ya bakın şabanın yüzünü. Çörekçi. Bediri çörekçi. Nə istəyirsən? Hamısı bir yerdə versin. Orta. Ben özüm ödemek istemem. Görsən də. Proste kartla. Karton yok, Burada karton ne yok. yiyeceğiz biz? Burada ne yiyeceğiz biz? Gene Ali biraz keçir. Neden de? Biz kahve içirik. Ayda. Siz de isterseniz telefonunuzda iqra var. Var. Ali yaxşı. Buranda internetçi yok. Yollu var. Sıkıntı var. Birisi möhkəm öpməlsən. Kamera işləyir. Kamera işləyir səncə. Oradan çıxarım da sakit öp möhkəm. Qalır mı ki? Möhkəm öp məni, möhkəm öp. Hə? Ya. Yox, adam kapalı çekilir. Vermə də vermə. Artıq istəmirəm. Onu nə? Abi çekebilir miyim?
2 dənə balaca tort almışıq. Niyə 2 dənə bilmirəm. Bunu da özləyəm izah verəcək. Yəqin ki, mənim cibimə 2 qat xərç almaq üçün deyil. İndi gedirik. Bir paket var balaca, onu götürəcəyik oteldən. Oradan da gedirik kafeyə. Çəkir də. İnşallah indi gedirik. Oradan da bizim öyüm səhər bron etdiyimiz kafeyə. Mən sayışdım. Marmara stansiyası idi. Otelimiz də onun yanındadır.